İnsan çox vaxt tək olduğunu zənn edir. Halbuki Quran və hədislər bizə bildirir ki, hər bir insanın ətrafında görünməz varlıqlar, mələklər var, onlar insanı qoruyur, qeydlər aparır, dua zamanı ətrafını sarır, yolda onu müşayiət edir və hətta ölüm anında belə insanı tək buraxmırlar. Bu videoda mələklərin insanı hansı anlarda qoruduğunu Quran, sünnə və əhl-i beyt hədisləri əsasında geniş şəkildə açıqlayacağıq. 1. Mələklərin insanla birlikdə olması, Quranın açıq buyruğu. Qaf surəsi 17-18 ayələr insanın sağında və solunda iki gözlü mələk oturur. İnsan bir söz deməz ki, onun yanında hazır gözətçi mələk olmasın. Bu ayə həm sünni, həm şiə təfsirlərində insanın daim mələklər tərəfindən müşahidə olunduğu kimi izah edilir. Bu gözcü mələklər həm də insana zərər toxunmamasında rol oynayırlar. 2. Hifz mələkləri, insanları qoruyan mələklər. Quran Rəd surəsi 11, insan üçün önündən və arxasından Allahın əmri ilə onu qoruyan mələklər var. Bu ayəyə görə insanın ətrafında hifz mələkləri adlı qoruyucu mələklər var. İbn Abbas rəvayət edir, Allah insanı qoruması üçün mələklər təyin etmişdir. Onlar qəzalardan, bəlalardan və cinlərin şərindən onu qoruyarlar. İmam Cəfər Sadiq buyurur, əgər insanın ətrafındakı qoruyucu mələklər olmasaydı, şeytan onu bir an belə rahat buraxmazdı. Hər iki mənbə təsdiqləyir, insan görünməz bir qoruma ordusu ilə əhatə olunub. 3. Qəza və bəla anında mələklərin müdaxiləsi. Bəzən insanın həyatında belə hallar olur, birdən fikrini dəyişib yolda gecikir, maşın işə düşmür, addımı yavaşlayır, təsadüf kimi görünən hadisələrdən xilas olur. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, Allahın təyin etdiyi mələklər insanı qoruyur. Qəza, Allahın yazdığı dəqiq ana çatarsa, mələklər qorumağı dayandırır. İmam Əli əleyhissalam buyurur, bəzən insan bəlaya çatmasın deyə mələklər onu yolundan saxlayır. Bunun mənası, əgər başına gəlməsi mümkün olan bir hadisədən dönmüsənsə, çox vaxt bu ilahi müdaxilədir. 4. Namaz qılan insanın ətrafını mələklərin sarması. Namaz, qoruyucu mələklərin ən çox toplandığı anlardan biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, namaz qılan insanın arxasında mələklər dayanır və amin deyirlər. İmam Sadiq əleyhissələm buyurur, mömin namaza başladıqda mələklər onu hər tərəfdən əhatə edər. Namaz halında insanın ətrafı nurla çevrilir və bu şeytani təsirləri uzaqlaşdırır. 5. Yolda insanı qoruyan mələklər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, bir kimsə evindən çıxanda onunla iki mələk yola düşər. Biri sağında, biri solunda onu qoruyar. İmam Sadiq əleyhissalam buyurub, mömin evindən çıxarkən onu qoruyan mələklər yanındadır. Ona görə yolda qəzadan dönmək, başqa yol seçmək çox vaxt görünməz yönləndirmədir. 6.